Şəhid anaları ilə birlikdə Şuşaya getmişdik. Cıdır düzündə gördüyüm mənzərədən dəhşətə gəldim. Bir tərəfdə şəhid anaları fəryad edir, başqa tərəfdə isə insanlar araq içirdilər. Mən ona göz yuma bilməyən aparıcılardanam. Yeni Sabah az məlumat verir ki, bu sözləri qalmaqalı çıxışları ilə gündəmə gələn jurnalist Səidə Bəkirqızı TV Musavvatda qonaq olarkən deyib. O deyib ki, bu cür halları işıqlandırmaq üçün təkrar Şuşaya qayıtmaq niyyətində olub. Qarabağın bulaqlarının yanında yemək də, içmək də olar. Ancaq mənə görə Cıdır düzündə bunu etmək düzgün deyildi. Şəhid analarının qayalara baxıb oğlanlarının fəryadını etməsi çox ağrılı idi. Başqa tərəfdə isə insanlar süfrə açıb piknik edirdilər, kabab bişirirdilər. Mən orada yıxılıb ayağımı yaralamışdım. Ona görə o vaxt bu mövzunu işıqlandıra bilmədim. Düşünürdüm ki, bir gün sırf bu məsələ üçün ora gedim. İndi isə deyirəm, yaxşı ki getməmişəm. Bizə Cıdır düzündə araq içmək lazım deyil. Mən belə şeylərə biganə qala bilmirəm. Anam deyir ki, sus, danışma, ancaq nə qədər sus desələr, bir o qədər danışacam. Səidə Bəkirqızı keçmiş məcburi köçkünlərdən üzr istəmək fikrində olmadığını da bildirib. Dediyim heç nədən peşman deyiləm. Heç kimi təhqir etməmişəm, hamını deyil, ayrı-ayrı şəxsləri nəzərdə tutmuşam. Bugün də deyirəm ki, sizə ev verilibsə, niyə getmirsiniz? Başqasının evində niyə qalırsınız? Keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti yaxşı vəziyyətdə yaşayır. Dövlət onlara hər cür şərait yaradı. Mən fakt üzərində danışmışam. Aqressiya yaradacaq heç nə deməmişəm. Atam 15 il öncə vəfat edib, amma hələ də onun adını hallandırırlar. Elə bir səhv etməmişəm ki, üzr istəyim.